Sual verir ki, bağışlanmayan günahlar hansılardır? Bağışlanmayan günahlar şirkdir və şirkin təbəqəsində olan günahlardır. Əgər o da insan tövbə etməsə, tövbə edərsə hər bir günah bağışlanır. Çünki Allah Teala Quranda buyurur ki: "İnnallaha la yaghfiru en yushraka bihi ve yaghfiru ma dun zalika limen yasha." Allah Teala ona şərik qoşanı bağışlamır, ondan aşağı olan günahları, ondan başqa yox, aşağı olan günahları istədiyinə bağışlayır. Ola bilər günahlar var ki, şirkdən başqa günahlardır, amma şirkdən aşağı deyil. Aşağı olanlar bağışlanır. Küfür də var. O da həmçinin şirklə bərabər olan günahlardır. Yəni, əsas olan odur ki, aşağı olan günahlar, yəni qiyamət günü Allahın istəyi altında. Yəni, əgər şirkdən aşağı olan günahları insan edərsə və tövbə etmədən ölərsə, müsəlmandırsa, məsələn, içki, şirkdən aşağı günahdır. İnsan içki üzərində ölərsə, tövbə etmədən, qiyamət günü Allahın istəyi altında. İstəsə bağışlayar, istəsə əzab verər. Amma şirk isə elədir ki, əgər insan şirkdən tövbə etmədən ölərsə, bağışlanmır bir və o insanın bütün əməlləri batil olur 2 və əbədi cəhənnəmdir 3. Nə qədər dəhşətlidir. Deməli, insan böyük şirk üzərində ölərsə, bağışlanmır. Yəni tövbə, yəni yenə deyirəm ki, bu tövbə etməyənə aiddir. Dünyada insan tövbə edərsə, bağışlanmayan bir günah yoxdur. Tövbə edərsə, ən böyük günah şirkdirsə, o da bağışlanır. Bu aiddir tövbə etmədən dünyasını dəyişərsə, bağışlanmır. 1. İkinci, insanın ömür boyu etdiyi yaxşı əməllər batil olur. İnsan məsələn 70 il, 80 il həccə gedib, ümrələr, ramazanlar, oruclar, zəkatlar, həclər, o qədər günahların hamısı yoxa çıxır. Yəni Allah Teala Ən'am surəsində, yəni 18 peyğəmbərin adını çəkir. Sonra bununla yanaşı buyurur ki: "Vələv əşraku ləhəbita anhum mə kənu ya'malun." Əgərdir onlar Allaha şərik qoşsaydılar, onların əməlləri batil olardı. Bircə peyğəmbərlərin adını çəkir, onları tərifləyir. Əgərdir bunlar Allaha şərik qoşsaydı, onların əməlləri yoxa çıxar. Gör, onda başqasının, heç o tərifə layiq olmayan insanların şirk üzərində ölməsi necə? Nə qədər də yəni dəhşətlidir. Əməllər batil olur. Yəni o boyda əməllərin yoxa çıxmasına səbəb olur. Və üçüncü də əbədi cəhənnəmdir. Allah Teala Maidə surəsində buyurur ki: "İnnehu men yushrik billahi faqad harramallahu aleyhil cənnə." Kim Allaha şərik qoşarsa, Allah Teala cənnəti ona haram edər. "Və məvahun nar." Onun düşəcəyi yer cəhənnəm olar. "Və mə lizzaliminə min ansar." Və zalimlərin heç bir yardımçısı olmaz. Ona görə şirk ən dəhşətli günahlardan sayılır. Ona görə insanlar yəni bunu bilmədiyi üçün yəni buna yəni hətta yaxşı əməl kimi baxanlar var. Allaha şərik qoşmağı və yaxud yəni ona o qədər böyük günah kimi baxmayanlar var. Ona görə bu məsələ insanlara gərək çatdırılsın və bildirilsin ki, bu əməl çox dəhşətlidir. İnsanın Allaha şərik qoşması.